biz niyə bayağılığa meyilliyik? Bunun əsas səbəbi ondan ibarətdir ki, bizdə aristokratizm, elitarizm yoxdur. Bu niyə yoxdur? 20-ci əsrin əvvəlində, 19-cu əsrin əvvəlində Gürcistan müqaviləsi bağlanır. Gürcistan müqaviləsi ilə Azərbaycan iki yerə bölünür. İran, Qacar İmperiyası və Rusiya arasında. Həmin xanlıqda olan elita bir hissəsi qaçır Türkiyəyə, bir hissəsi qaçır İrana. Daha sonra 1828-ci ildə Türkmənçay müqaviləsi. Türkmənçay müqaviləsi ilə də müəllimlər, həmin ərazidə olan xanlar, bəylər, müəllimlər, ziyalı təbəqə, elitar təbəqə qaçır bir hissəsi Türkiyəyə, bir hissəsi İrana, digər Avropa ölkələrinə. Daha sonra biz indi görürük də bunu kimsə fikirləşmək istəsə, İrəvan xanının, Qarabağ xanının, Şəki xanının qohumları hardadır? Kanadadadır, Amerikadadır, İspaniyadadır. Yəni elitaya qarşı dırnaq içində soyqırım olur. Çünki digər tutan adam bunlarla bağlı hesablaşır. Daha sonra gəlir 1918-ci ildə Cümhuriyyət yaranır. Cümhuriyyət yaranandan sonra 1920-ci ildə SSR yaranır. SSR yarananda Cümhuriyyətin qaymaqları, düşüncə adamları, elita, şair, yazıcı, filosof, elm adamları bunlara qarşı bir soyqırım həyata keçirilir. Bunlar Azərbaycandan yenə qaçır. 1922-ci ildə tamamilə SSR-nin bir hissəsi oluruq. Bir hissə yenə qaçır. 37-ci ildə repressiya olur. Repressiyada elitanı yenə soyurlar. Daha sonra isə fəhlə kəndli sinfindən elita düzəltirlər. Proletardan elita. Bu isə uzun və ağırlı məsələdir. Olacaq. Bu bir əsrə, iki əsrə, üç əsrə olmalıdır. Və bu elit düşüncə, sənət əslində menşeviklərlə bolşeviklərin arasında mübahisə edir ki, sənət nədir? Sənət kimin üçündür? Sənət bolşeviklər deyirdi, xalq üçündür, menşeviklər deyirdi, sənət üçündür. Mən də inanıram ki, sənət üçündür. Həqiqətən də sənədin sənət üçün olmağı daha yaxındır. Mən menşevik də deyirəm, kısaca, prosto məğzi bildirmək istəyirdim. Və bunların içində bir elitar boşluq əmələ gəldi. Fəhlə kəndli sinfi gedəndən sonra müstəqillik yarandı. Müstəqillik yarananda isə Azərbaycanda Sovet dönəmində iyrəndiyimiz, sevmədiyimiz bir tip var idi, alverçi. Cinayət idi, inzibati pozuntu yaradırdı. Dövlətin icazəsi olmadan alver edən adamlar aşağı təbəqə kimi baxırdı. Bu alverçilərin əlində pul oldu. Və alverçilərin əlində pul oldu. Bu alverçilər özlərinin müğənnilərini yaratdılar, özlərinin aktyorlarını yaratdılar, özlərinin tacir də ona da gələcəm, tacir də necə idi. Alverçilər bu mərhələdə gəldi, pullu adam oldu. Biznesmen statusuna düşməyə başladı. Sovet dönəmində bunlara yuxarıdan aşağı baxırdılar. 500 manat maaş alan, Sovet vaxtında 60 rubl maaş alan müəllim 200 manat, 500 manat, 1000 manat, 10 min rubl qazanan alverçiyə yuxarıdan aşağı baxırdı. Çünki əsas məqsədə ziya idi. Azad-bazar münasibətlərində isə biz birdən açıldıq bazar iqtisadiyyatına və belə olan halda bu elmi, biliyi, təfəkkürü olmayan alverçi zehniyyətinin əlinə pul keçdi və bu pulla bunlar özlərinin müğənnilərini yaratdılar. Öz sənətini yaratdılar, öz aktyorlarını yaratdılar, öz düşüncə tərzini yaratdılar, öz verilişlərini yaratdılar və cəmiyyətin də böyük hissəsi, Russell deyir ki, cəmiyyət həmişə yetkin deyil, yetkin yaşa çatmayan cığal uşaqdır. Belə. Yox, davam edin. Belə olan halda isə bu müğənnilərin yaranması, olması çox labiddir. Sovet dönəmində yenə deyirəm, bizə deyirik ki, televiziya eləməlidir, bədii şuuru olmalıdır, sanksiya olmalıdır. Bütün bunların olması mənasızdır, tayda boğulmaya gətirib çıxardır. Sovet bizə nə verirdi? Rəşid Behbudov, Müslüm Maqabayev yenə maqnitofon çıxarkən biz getdik Baloğlan, Ağdadaş, bu kimi bayağı müğənnilər deyir ki, mən illərlə durdum piyanonun qarşısında, həqiqətən Sovet vaxtı belə idi, əllərim belə qoyub oxumalıydılar, bir fərqli pozada da dayanamırdılar. Deyir, məni heç kəs tanımadı, amma mən başladım nə vaxt ki, həyasızlıq eləməyə, ona daş atdım, buna daş atdım. İnsan psixologiyasında başqalarının qalmaqalı. Nə kimi tanıdılar, bari artıq mövzudur, başqa bir mövzudur, amma İnsan psixologiyasında ümumiyyətlə bu məsələ var. Yəni, bu məsələnin əsas kökündə odurdu. Amma indi sərhədlər açılandan sonra biz İran Tacik 6-8 musiqisini mənimsədik.
Biz onun üstündəyik. Bu günləri bəstəkar, klassik bəstəkar anlayışı Azərbaycanda tarixə qovuşur. Bizdə meyxanaçı bəstəkar yeni bir yaranır. Bu da çox normaldır. Çünki təhsil səviyyəmiz aşağıdır, IQ-muz aşağıdır. Çox yüksək ideyalar uğrunda düşünən adamımız aşağıdır və bunların da qulaq asdığı adamlar, yenə də deyirəm, biz Hüseyn Cavid indi də oxumuruq. Hüseyn Cavid də yazırdı, Səməd Vurğun da yazırdı. Məsələn, Səməd Vurğunu oxuyurduq. O dövrdə də, yəni Sovet dönəmində də çox yüksək ideyalar uğrunda mübarizə aparmırdı. Sadə xanımın dediyi kimi reklam onun üzərində idi, onu daha çox Və əlbəttə, yəni Hüseyn Cavid niyə oxumurduq? Çünki düşünmək tələb eləyirdi, çətin idi, dili rahat deyildi. Məsələn, Füzulini oxumurduq, Əliağa Vahidi oxuyurduq. Niyə? Dili daha yaxın idi, rəvan idi. Bizdə niyə həmişə aşıqlar çox hörmətli olubdu? Çünki xalqa yaxın, xalqın dilinə yaxın şeirlər deyiblər.